Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində rəsm terapiyası fəaliyyətə başlayıb. Rəsm terapiyası psixoloji dəstək və müalicə yanaşmalarından biridir. Fərdlərin gün ərzində tez-tez yaşadıkları narahatlıq və stresin təsirlərini, eləcə də travmatik vəziyyətlərin təsirlərini azaltmağı hədəfləyir. Rəsm terapiyası yanaşması birbaşa bədii təcrübələrlə davam etsə də, əsas məqsəd psixoloji dəstək və müalicəyə diqqət yetirməkdir. Bu terapiyaya cəlb olunan benefisiarlar ilk əl işlərini 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edərək öz valideyn və müəllimlərini təbrik ediblər.